Onun bunun dediyi mənim vecimə də deyil. Çünki millət, siz nəsə eləyəndə, sürüdən çıxanda, hamının elədiyini eləməyəndə, öz bildiyinizi eləyəndə həmişə sizin arxanızda danışacaqlar, sizin qeybətinizi qıracaqlar və əllərindən gələni eləyəcəklər ki, sizi həvəsdən salsınlar. Ona görə də uşaqlar, heç vaxtı ətraf dediyinə fikir verməyin. Əgər istəyiniz, məqsədiniz və arzularınız varsa, onlara doğru gedin. Və dostum, inan ki, sənin çəkdiyin əziyyətləri, sənin yuxusuz gecələrini, sənin düşdüyün zibilləri onların heç biri bilmir. Onlar sadəcə bilsən axırda nə deyəcəklər. Bunun bəxti gətirib. Ancaq elə bir şey yoxdur. Heç bir Allah, heç bir Tanrı, heç bir Peyğəmbər, heç kim gəlib sənə kömək eləməyəcək. Sənin özündən başqa. Əgər sən hərəkət eləyəcəksənsə, həmişə sənin arxanca danışan olacaq. Və heç biri də gəlib sənə kömək eləməyəcək. Ancaq və ancaq sən özün-özünə kömək ola bilərsən və belə adamları eşitməməlisən. Aydın olurmu sənə? Əgər belə insanları eşidəsi olsan, səndə heç nə alınmayacaq. Ona görə dostum, indidən deyirəm sənə, heç kimə fikir vermə. Məqsədinə doğru get, ona hörmət et və öz xəyallarına heç vaxt xəyanət eləmə. Mən sənə bu yolda uğur arzu eləyirəm. Nə sorğu sualın varsa soruşa bilərsən və məsləhət ala bilərsən və mən sənə bunu çox istəyərək eləyəcəm. Çünki uşaqlar, bu bir enerjidir. Mən ətrafına enerji verirəmsə, o enerjini də alıram uşaqlar. Ona görə də başqalarının uğurlarına sevinmək lazımdır və başqalarının uğurlarını qeyd eləmək lazımdır. Çünki uşaqlar, siz bunu elədikdə növbəti uğurlu insan sən özün olacaqsan və hamı da sənin uğuruna sevinəcək. Ona görə də uğur arzu edirəm uşaqlar. Heç kimə qulaq asmadan maksimum səviyyədə irəli gedirik. Uğurlar.